Salam dəyərli izləyicilər. Biz adətən hər il yeni il ərəfəsində sizinlə bayram axşamı süfrələriniz üçün fərqli, maraqlı, yeni nəsə resept çəkib paylaşırıq. Çox şükür bu ildə istisna deyil. Biraz gec olsa da buna dəyər. Bu gördüyünüz görünüşü möhtəşəm, çox ləzzətli. Salat qəlyanaltı Napolyon kortları ilə mimoza salatının kombinasiyasıdır. Xəmir üçün stəkanın 1/3 qədər soyuq suya 1 xörək qaşığı üzüm sirkəsi, 1 çay qaşığı şəkər tozu, 1/3 çay qaşığı duz və 1 ədəd yumurta əlavə edib qarışanadək yaxşı çalırıq. Ardınca 350 qram, yəni 200 ml stəkandan 2 dolu stəkan, üstəgəl 3-cü stəkanın da başı 2 silə, yəni çox dolu olmayan xörək qaşığı əskik ələnmiş unu dəzgahın üzərinə əlavə edib 165 qram yağı una batıraraq sürgəcin iri gözündən keçirdib onu unla qatırıq. Rəndələdiyimiz yağı ya bıçaqla və yaxud da belə xəmir kəsənlə xırdalayıb unla qatırıq. Yağ soyuducudan çıxmış bərk olmalıdır ki, qatlar əmələ gəlsin. Ardınca hazırladığımız un yağ qarışımının orta hissəsində dərinlik yaradıb bura sulu qarışımı az-az əlavə edib onu un yağ qarışımı ilə qatıb xəmiri hazırlayırıq. Burada xəmiri çox yoğurmaq lazım deyil. Sadəcə bir yerə toplayırıq. Bu arada yazın görək siz bayram axşamı süfrəniz üçün bizim kanaldan nəsə resept hazırlayacaqsınız və yaxud da bizim kanaldan hansı resepti və yaxud da reseptləri hazırlamağı planlamısınız. Yoğurduğumuz xəmiri bir paketin içərisinə yerləşdirib onu sərin yerdə, soyuducu şərt deyil, kənarda 1 saat gözlədirik ki, xəmir dincəlsin. Ardınca salatın qatlarının ərzaqlarını hazır edirik. Bunun üçün əvvəlcə bir baş iri soğanı narın doğrayırıq. Tavaya bitki yağı əlavə edirik. Yağ isindikdən sonra doğradığımız soğanı da bura əlavə edirik. Sonra kökü də sürgəcin iri gözündən rəndələyirik. Soğan biraz qovrulub şəffaflaşdıqdan sonra duzunu əlavə edib 1-2 dəqiqədə çeviririk. Daha sonra kökü əlavə edib köklə soğanı bir yerdə biraz yumşalana qədər qovururuq. Yəni yumşalsın, amma çox ölməsin. Salatımız üçün həmçinin 5 ədəd soyutma yumurta da bişiririk. Daha sonra hazırladığımız xəmiri mərdanə ilə açırıq. Üzərinə un səpib onu rulet şəklində qatlayıb 7 bərabər hissəyə bölürük. Hazırladığımız tərəvəz qovurmasına zövqə görə qara istiot da əlavə edib onu ocaqdan götürürük. Ardınca hazırladığımız kündələri bir-bir nazik açıb onları 24 sm diametrli hər hansı bir forma ilə və yaxud da qapaqla kəsib yığırıq. Napolyon yuxaları tez hazır olur. 210-220 dərəcəli sobada 6-7 dəqiqəyə hazırdır. Ona görə də hamısını birdən də yayıb bişirə bilərsiniz və yaxud da biz ikisini yayırıq. Birini sobaya verdikdən sonra digərlərini də ard-arda yayıb konveyer üsulu ilə bişiririk. Bu arada yuxaları yayıb kəsdikdən sonra onları çəngəllə yaxşıca sıx deşdəkləyirik ki, çox qabarmasınlar. Çünki özünüz də yuxaları göstərəndə görəcəksiniz ki, qabarırlar. Kojlar hamısı hazırdır. Gördüyünüz kimi kövrək və qat-qatdır.
Əvvəlcə salatın üzərinin bəzəyi üçün soyutma yumurtaların ikisinin sarısını ayırırıq və yerdə qalan yumurtaları sürkəcin iri gözündən keçirdirik. Salat üçün həmçinin Holland pendirini də sürkəcin narın gözündən keçirdirik. Salata göyərtilərdən göy soğanın yaşıl yarpaqlarını və şüyüd əlavə edəcəyik. Göy soğanı və şüyüdü də narın doğrayırıq. Həmçinin 160 qramlıq 2 qutu ton balığı konservasını da çəngəllə didib xırdalayırıq. Balığı zövqünüzə görə götürə bilərsiniz. Mənə elə gəlir ki, ton balığı hər kəsin ağız dadına uyğundur. Artıq salatı yığa bilərik. Salatımız 6 qatdan ibarət olacaq. Əvvəlcə kojlardan birini qoyub üzərini mayonezləyirik. Ardınca hazırladığımız tərəvəz qovurmasını 2 bərabər hissəyə bölüb bir hissəsini alt qata əlavə edib hər tərəfə bərabər paylayırıq. Salatda hər qat 2 dəfə təkrarlanacaq, ona görə də bütün ərzaqları 2 bərabər hissəyə bölürük. Ardınca ikinci yuxanı da qoyub üzərinə mayonez çəkirik. Mayonezi nə həddindən çox artıq, nə də az çəkməyin. Gördüyünüz kimi belə bu qaydada çəkirsiniz. Tərəvəz qovurmalı və ton balıqlı qata biraz az çəkə bilərsiniz, amma yumurtalı Holland pendirli qata biraz artıq eləyin. Götürdüyümüz ton balığını da 2 bərabər hissəyə bölüb bir hissəsini ikinci qata əlavə edib hər tərəfə bərabər paylayırıq. Və doğradığımız göyərtini də həmçinin 2 bərabər hissəyə bölüb ton balığının üzərindən səpirik. Balığın duzu var. Bu qata zövqə görə biraz qarestiyoz səpirik. Daha sonra 3-cü yuxanı qoyuruq. Yuxalar qabarıq olduğuna görə salatın qabarıq alınmaması üçün 3-cü qatdan etibarən onları çeviririk. Yəni üst qabarıq hissəni alta, alt düz hissəni isə yuxarı hissəyə qoyuruq. Üçüncü yuxanın üzərinə də yaxşıca mayonez çəkib, daha sonra rəndələdiyimiz yumurtanın yarı hissəsini əlavə edib hər tərəfə bərabər paylayırıq. Yumurtaya zövqə görə duz və qarestiyot vururuq. Daha sonra Holland pendirini də 2 bərabər hissəyə bölüb bir hissəsini yumurtanın üzərindən əlavə edib hər tərəfə bərabər paylayırıq. Və eyni bu qaydada qatları bir daha təkrarlayırıq. Ən sonda 7-ci, yəni sonuncu yuxanı qoyub salatın üzərini və kənarlarını mayonezlə örtürük. Sonuncu yuxanı tərs çevirib digər üzünü də mayonezləyirik. Bunu yapışması üçün edirik. Çünki üst qat olduğuna görə altda da Holland pendiridir, yaxşı yapışmır. Yuxaların kənar bucaqlarından hazırladığımız ovuntu ilə salat qəlyanaltının üzərini və kənarlarını örtürük. Saxladığımız yumurta sarısı ilə də üzərini bəzəyə bilərsiniz. Şüyüdlə də bəzəyi vura bilərsiniz. Kim necə istəyirsə, bəzək sərbəstdir. Hər zövqünə görə bəzəyə bilər. Ən əsası bu salat çox ləzzətlidir. Mənə inanın, həddindən çox ləzzətlidir. Bu salat qəlyanaltı əsl bayram süfrələrinə yaraşır. Qonaqlıq süfrələrinə. Əziz qonağınız gələcəksə, yəni hər zaman hazırlanan bir salat deyil, möhtəşəmdir, çox ləzzətlidir. Mütləq hazırlayın. Yəqin ki, bizim digər Napolyon salatı reseptimizdə eləmişsiniz. Çox izləyicilər ondan da razılıq eləyirlər.
kəsirik, özünüz görürsüz qatlarını. Möhtəşəmdir, möhtəşəm. Bunu gərək deməklə olmur. Gərək özünüz hazırlayıb dadasınız, ya kimsə hazırlasın, siz dadasınız, onda bilərsiniz dadını, ləzzətini. Təbii ki, xoşlayanlarına çox gözəldir, çox ləzzətlidir. Əgər hazırlasanız, nəticəni bizimlə bölüşməyi də unutmayın, inşallah. Mən hər birinizi, daha doğrusu biz sizi yeni il və Azərbaycanlıların Həmrəylik günü münasibətilə təbrik edirik. Neçə gözəl illərə.